İnsan niyə ölümdən qorxur? Bəqərə surəsinin 94 və 95-ci ayələrində oxuyuruq. De, əgər axirət yurdu Allah qatında başqa insanlardan savayı yalnız sizə məxsusdursa, onda əgər doğru danışanlarsınızsa, ölüm arzulayın. Onlar onu heç vaxt arzulamayacaqlar. Öz əlləri ilə öncədən göndərdikləri səbəbilə. Allah zalimları biləndir. Yaxud Cümə surəsinin 6-7-8-ci ayələrində oxuyuruq. De, ey yəhudilər, əgər iddia edirsinizsə ki, Allahın dostları başqa insanlardan savayı yalnız sizsiz, onda əgər doğru danışanlarsınızsa, ölüm arzulayın. Onlar onu əsla arzulamayacaqlar. Öz əlləri ilə öncədən göndərdikləri səbəbilə. Allah zalimları biləndir. De, həqiqətən o ölüm ki, siz ondan qaçırsınız, heç şübhəsiz o sizə çatacaq. Sonra siz qeybi və aşkarı bilənə qaytarılacaqsınız və o sizə etdiklərinizdən xəbər verəcək. Yaxşı, nə üçün insanların çoxu ölümdən qorxur? İki əsas amil var. 1. Bəziləri ölümü puçluq və yoxluq görür. Yəni, həyat elə buradadır. Ölüb yox olacaqsan. İnsan isə fitrətən və daxilən sadəcə yoxa çıxmaq, unudulmaq istəmir. 2. Bəzi insanlar bilir ki, ölüm yoxluq deyil. Sadəcə əbədi bir həyatın müqəddiməsi və keçid nöqtəsidir. Amma qorxurlar. Həm orada başlarına nə gələcəyini dəqiq bilmirlər. Bəziləri isə bilir ki, hesab kitab var. Amma bu dünyada o qədər bərbad əməlləri də var ki, cəzadan qurtula bilməyəcəklərini düşünürlər. Əzizlərim, peyğəmbərlərin göndərilmə səbəblərindən biri insanlara ölümdən sonraki həyatı xatırlatma, ölümü müqəddimə bilmək, pis işlərdən çəkindirmək, yaxşı işlərə dəvət etmək olub. Yəni, cəmaət, hazırlıq görün, öləcəksiniz və davam edəcək. İmam Hadidən nəql olunub ki, ölümdən qorxmağının səbəbi onu tanımamağındır. Həm də nəql olunub ki, Peyğəmbərimizin səhabəsi Əbu Zərdən soruşdular. Niyə ölümdən xoşumuz gəlmir? Əbu Zər dedi, çünki dünyanızı abad, axirətinizi viran etmisiniz. Buna görə də abad yerdən xaraba bir yerə köçmək istəmirsiniz.